Sosial mediada Bakının mərkəzi bölgələrindən birində səkidə qanunsuz tikintinin aparılması ilə bağlı görüntülər yayılıb. Bizim Nurlan da əraziyə yollanan məsələyə ətraflı nəzər yetiribini göstərəcək. Görüntülər 3-cü mikrorayon dairəsi Nəsimi rayonu Seyid Cəfər Pişəvəri küçəsində qeydə alınıb. İddialara görə səki zəbt edilərək obyekt tikilir. Sosial şəbəkələrdə paylaşılan görüntülər məhz bu ərazini əks etdirir. Belə ki, 3-cü mikrorayon dairəsi yaxınlığında səkidə qanunsuz tikinti işləri aparılır iddiası səsləndirilir. Elə biz də bu ərazidəyik və obyekt sahibi bildirir ki, o burada hər hansı bir tikinti işi aparmayıb, yalnız təmir işləri görülüb. Piyadalar obyektin digər tərəfində səkidə hərəkətin çətinliyindən giləyləndirlər. Sakinləri ən çox narahat edən məhz obyektin qarşısında olan bu pilləkəndir ki, onlar buradan keçərkən çətinliklə üz-üzə qalır. Düzdür, orada var səki, amma getirilsə lap yaxşı olar da. O ikisinin arası dardır da, o iki nəfər gələndə gələ bir nəfər gözləsin, yəni keçənmir də. Rahat deyil bura, bəli. Obyekt rəhbərliyinə irad bildirmişsiniz ki, bu... Yo, barədə bildirilməmişəm mesela. Sadəcə keçəndə hər dəfə çətinliklə üzləşmişəm. Artırma var da, gəlib enli olsa yenə cəmaat bir-birinə dəyməzdi. Rahat keçir. Əlbəttə ki, rahat gedib gəlmək olar. Obyekt rəhbərliyi dedi ki, burada tikili 20 ildir ki mövcuddur. Zirzəmidə yalnız təmir işləri aparılıb. Obyektin bütün sənədləri də qaydasındadır. Biz bu obyekti gördüyün kimi necə var yerindədir. Heç bir yük daşıyan divarlara toxunulmayıb. Bizdə ancaq yerdə metlaqdır, söküldü. Aşağıda zirzəmində də metlaq var idi. Onları sökmüşük, lambirlər idi. Köhnə aynonlarımızı çıxartdıq, sonra daşıdıq. Göstərilir padval, zirzəmi, əvvəlcədən pilləkən göstərilir. Bundan başqa sahibkar bildirdi ki, təmir işləri yekunlaşdıqdan sonra obyektin digər tərəfində uzun illərdir mövcud olan, sakinləri narahat edən pilləkən ləğv ediləcək, piyadaların rahatlığı təmin olunacaq.